Bir ay boyunca hər gün sarımsaq yesəz bədəndə nə baş verər? Belə ki, bədəndə bir sıra görünməz, amma kifayət qədər güclü dəyişikliklər baş verə bilər. İsaqlamaz təqdim edir. İlk növbədə immun sistemi aktivləşir. Sarımsağın tərkibində olan allisin təbii antibakterial və antiviral təsir göstərir. Bu maddə orqanizmin infeksiyalara qarşı müqavimətini artırır və xüsusilə mövsümi xəstəliklərə tutulma riskini, soyuq dəymənin həm tezliyini, həm də davam etmə müddətini azalda bilər. Ürək-damar sisteminə təsiri də diqqətə layiqdir. Sarımsaq qan damarlarını bir qədər genişləndirə, qan dövranını yaxşılaşdırır və yüngül şəkildə təzyiqi aşağı sala bilər. Eyni zamanda pis xolesterin kimi tanınan LDL səviyyəsinin azalmasına, yaxşı xolesterinin isə qorunmasına kömək edir. Bu təsirlər uzun müddətdə infarkt və insult riskinin azalmasına dəstək verə bilər. Həzm sistemi də bu prosesdən təsirlənir. Sarımsaq bağırsaqda faydalı bakteriyaların artmasına şərait yaradır və prebiotik kimi çıxış edir. Bu isə həm həzmi yaxşılaşdırır, həm də bağırsaq sağlamlığını gücləndirir. Lakin mədəsi həssas olan insanlarda qaz, qıcqırma və ya narahatlıq yarana bilər, xüsusilə ac qarına qəbul edildikdə. Sarımsağın iltihab əleyhinə və antioksidant təsiri də var. Bu orqanizmdə gizli iltihabi proseslərin azalmasına və hüceyrələrin zədələnmədən qorunmasına kömək edir. Eyni zamanda qaraciyərin detoks funksiyasını dəstəkləyərək bədəndən zərərli maddələrin çıxarılmasına yardımcı ola bilər. Bununla yanaşı hər gün çox miqdarda sarımsaq qəbulunun mənfi tərəfləri də var. Ən çox rast gəlinənlər ağız və bədən qoxusunun artması, mədə yanması və bəzi hallarda allergik reaksiyalardır. Qan durulaşdırıcı təsiri olduğuna görə müəyyən dərmanlar qəbul edən insanlar xüsusi ehtiyatlı olmalıdırlar. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.